Ukraynanın xüsusi xidmət orqanları tərəfindən Rusiyanın Kapustin Yar poligonunda Oreşnik komplekslərindən biri məhv edilib. Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib. Onun sözlərinə görə Oreşnik kompleksi Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsinin qüvvələri tərəfindən məhv edilib. Malyuk bunu uğurlu əməliyyat adlandırıb. Daha əvvəl bunu heç vaxt səsləndirməmişik, ancaq deyə bilərik ki, 3 Oreşnikdən biri Kapustin Yarda uğurla məhv edilib. Bu çox uğurlu bir missiya idi. Oreşnikin məhvi 100%li idi. Bu çox uğurlu əməliyyat idi. O vaxt ictimaiyyətə açıqlanmadı. Bu barədə yalnız Ukrayna prezidentinə məlumat verilib və digər ölkələrin bir neçə prezidenti bundan xəbərdar idi. Bu, Oreşnik adının ictimaiyyətdə heç kimin geniş şəkildə istifadə etmədiyi bir an idi. Və o dövrdə Ruslar onunla təhdid etmirdilər. Səhv etmirəmsə, bu keçən yaydan əvvəlki yay idi, deyə Malyuk bildirib. Ukrayna prezidenti Volodymyr Zelenski isə qeyd edib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiyanın Oreşniklə 3 atış imkanı olub. Onlardan birini istifadə edib, digərini isə Ukrayna Müdafiə Qüvvələri məhv edib. Eyni zamanda Zelenski Rusiyanın Belarus ərazisində Oreşnik yerləşdirməyi planlaşdırdığını qeyd edib. Onun sözlərinə görə bu, Qərb tərəfdaşlarının diqqətinə çatdırılmalıdır. Biz başa düşürük ki, onların təxmini hərəkət radiusu 5500 kilometr təşkil edir və 700 kilometr ölü bir zona var. Yəni, Avropalılar, xüsusilə Şərqi Avropa və hamı buna diqqət etməlidir. Bu risklərə diqqət yetirmək lazımdır, deyə Zelenski əlavə edib. Yeri gəlmişkən, 3 gün əvvəl Belarus prezidenti Aleksandr Lukashenko deyib ki, Belarusda Oreşnik raket sisteminin yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavab tədbiridir. Avrasiya təhlükəsizliyi üzrə 3-cü Minsk beynəlxalq konferansında çıxış edən Lukashenko bildirib ki, bu silahın Belarusda yerləşdirilməsi regionda vəziyyətin gərginləşməsinə və mövcud təhdidlərə cavabdan başqa bir şey deyil. Xahiş edirəm, bundan uzaqlaşaq və Oreşnik haqqında söhbətlər kəsilsin. Lakin onlar bunu istəmirlər. Biz heç kimi təhdid etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik. Üstəlik, biz həmişə konstruktiv dialoqa və gərginliyin azaldılması üçün qarşılıqlı addımlara açığıq. Əgər Qərbdəki tərəfdaşlarımız buna hazırdırsa, nə biz, nə də Rusiya borclu qalmayacağıq, deyə Belarus lideri bildirib. O əlavə edib ki, Belarusda Oreşnik orta mənzilli raket sisteminin yerləşdirilməsi ayrı-ayrı azğın siyasətçiləri narahat edən məsələdir. Heç bir təcavüzkarlıq olmayacaq, deyə prezident əmin edib. Qeyd edək ki, Oreşnik yüksək dəqiqlikli silah olmaqla bütün Avropada hədəfləri vurmağa qadir olan mobil yer kompleksidir. Oreşnik raketləri hədəflərə 10 maks sürətlə hücum etmək imkanına malikdir. Bu, saniyədə 2,5-3 kilometr deməkdir. Hazırda dünyada Oreşnikin qarşısını almaq üçün heç bir vasitənin hava hücumundan müdafiə sisteminin olmadığı bildirilir. Oreşnik Rusiyanın orta mənzilli ballistik raketidir. Bu barədə ilk dəfə hələ 2024-cü il noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Dnepirdəki hərbi sənaye kompleksinə Oreşniklə zərbə endirildiyini elan edəndə məlum olub. Ertəsi gün o bildirib ki, Rusiyada istifadəyə hazır belə raketlərin ehtiyatı var və onların kütləvi istehsalı artıq təşkil olunub. Məlumatlara görə Oreşnikin maksimal uçuş məsafəsi 5500 kilometrdir. Sürəti isə təxminən 12,4 min km/saatdır. Raket 1,5 tona qədər çəkisi olan döyüş başlığını daşıya bilir.